Doğru yuxunun əlamətləri. Yuxu görənin beyni və yaddaşına möhkəm yer tutmasıdır. Yəni, insan yuxunu yadda saxlayır. Başdan sona qədər. Onun detalları xatirəsinə sabit qalır və zehnində aydın iz buraxır. Həm gözəl şeydir, həm də yuxunu xatırlayır. Amma yuxunun əvvəli, birisi deyir ki, yuxu yozması. Necə oldu yuxu? Yuxunun əvvəlində belə oldu, sonra yadından çıxdı, sonra tezdən gəldi, sonra tezdən getdi. O yuxu yozulmur. Yuxun aydın deyil. Onu kənara qoy. Digər əlamət. Yuxu sahibi yuxudan əvvəl həmin mövzu haqqında düşünməmişdir. Həmçinin yuxuda insanın gündəlik həyatı ilə bağlı narahat olduğu, qorxduğu və ya çox düşündüyü məsələlər yer almır. Çünki sən bir gündə bir şeydən düşünmüsənsə onu görə bilərsən, o yozulan yuxu deyil. Başqa bir əlamət. Doğru yuxu qısa, bax qısa olur, daha Hind filmi olmur yəni. Hollywood və ya Bollywood filmi olmur, qısa olur. Məntiqli və bir-biri ilə əlaqəli hadisələrdən ibarətdir. Yəni, qarışıq və mənasız səhnələr yoxdur. Hər bir şey aydın və başa düşüləndir. Sonuncu əlamət, doğru yuxularda qeyri-mümkün hadisələr və məntiqsiz fikirlər olmaz. Yəni, yuxuda real həyatda mümkün olmayan şeylər olmaz. Yuxuda biri görsün ki, Peyğəmbərdir o. Peyğəmbər olur, yox. Yəni, məntiqli bir şey olmalıdır. Yəni, bu əlamətlər doğru yuxunu yozulmayan yuxudan ayırmaq üçün faydalıdır.